Faciəvi qəza Sumqayıtın şimal girişində baş verib. 3 nəfər ölüb. Yol polisi olan Ramin Tahirovun avtomobili sürətlə gedərkən 3 saylı marşrut üzrə hərəkət edən avtobusla toqquşub. Nəticədə sürücü və avtomobildə olan 2 sərnişin ölüb. Bir nəfər isə ağır xəsarət alıb. Ağsuda isə zəncirvari qəza ölümlə nəticələnib. Ağır qəza gecə Ağsu-Göyçay yolunun Padar kəndindən keçən hissəsində baş verib. Rusiya vətəndaşı 25 yaşlı Dmitri Pavlovun idarə etdiyi minik avtomobili eyni istiqamətdə hərəkət edən və Ağsu sakini Mehman Cavadova məxsus traktorun qoşqusuna çırpılıb. Yolla gedirdim. Qaranlıq idi. Qəfildən traktoru və qoşqunu gördüm. Heç bir işığı yanmırdı. Sükanı döndərdim, amma olan oldu. Zərbənin təsirindən qoşquda olan su çəni bir neçə metr kənara düşüb. Avtomobil isə qarşıdan gələn və Göyçay sakini İntiqam Bəşirovun minik maşınına çırpılıb. Nəticədə qəzaya uğrayan avtomobildəki sərnişin 24 yaşlı Aleksandra Lykçina yerindəcə ölüb. Hər iki avtomobilin sürücüsü və bir sərnişin Andrey Blinski ağır yaralı halda Ağsu rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qalır. Ölən və xəsarət alanlar əzilmiş avtomobildən xilasedicilər tərəfindən çıxarılıb. Lənkəranda baş verən qəzada isə piyada ölüb. Hadisə gecə Ələt-Astara magistralının Digah kəndindən keçən hissəsində qeydə alınıb. Göyşaban kənd sakini Samir Ağayevin avtomobili piyada, Bərdə sakini 72 yaşlı Qurban Abbasovu vurub. Ağır xəsarətlər alan piyadanı sürücü xəstəxanaya aparsa da, o yolda dünyasını dəyişib.